Salam, hər vaxtınız xeyir əzizlərim, necəsiniz? Mən sizə məntiq fənnindən şifrələməyin mövzuların izahına başlayacağım. İlk öncə şifrələr mövzusuna başlayacağıq. İlk öncə birinci suala baxaq. Birinci sualda nə demək istəyir? Burada müəyyən sözlər verilibdir və burada park sözünün hansı rəqəmlə ifadə olunduğunu tapmalıyıq. Bunun üçün nə etməliyik? İlk öncə baxaq. Birinci sütunda hansı hərflər eynidir? Q. Q'lər eynidir. Deməli, variantda baxırıq görək. Hansı hərflər eynidirsə, deməli Q həmən rəqəmdir. Baxırıq B, C, D. Burada birinci deməli Q hərfi 2 ilə ifadə olunub. Bizim də sözümüz Q ilə deyil, P ilə başladığı üçün B, C, D variantları çıxır. Yerdə qalır A-ya. Deməli Q nədir? Q 2-dir. Q 2 olduğuna görə baxırıq burada. Otaq sözünü tapa bilərik. Otaq sözü, məsələn, Q sonunda 2-dir. Deməli, bizə otaq yox, park lazım olduğu üçün otaq tapdıqda, məsələn, son 2 olan. Bunu da çıxırıq, yerdə nə qalır? Yerdə park sözü, yəni A variantı qalır. Baxırıq növbəti suala. Növbəti sual 7-ciyə baxaq. 7-cidə nə demək istəyir? Baxaq. Deməli, müəyyən, burada sözlərin qarşılığını tapaq rəqəmlərlə. İlk öncə baxaq. Deməli, birinci sütunda 2 dənə A, 2 dənə I və 3 dənə A var. Burada da baxaq, 3 dənə 8 rəqəmi var. Deməli, A-nın qarşılığı 8-dir. A bərabərdir 8. I bərabərdir. Yerdə də I qaldığına görə 1-dir. Sonra, deməli, burada 1, i-dir. I ilə başlayırıq. Deməli, ya A variantı olacaq, ya B variantı olacaq. Sonra baxırıq ikinci tərəfə. İkinci tərəfdə baxırıq ki, ikinci sütunda L, 3 dənə də R. Deməli, L də nədir? Bura baxdıqda görürük 3 dənə 6, 2 dənə 5 var. 3 dənə 6 deməli, burada 3 dənə R olduğuna görə, burada da 3 dənə 6 olduğuna görə, deməli, L-in qarşılığı 6-dır, L-in qarşılığı 5-dir. Burada da baxırıq 5, 5-i də tapdıq ki, L-dir. Deməli, 5-i də tapdıq L, deməli B variantı. Qalanlarını da bu üsuldan tapa bilərik. Burada da tapmışdıq ki, A 1-dir. A 1-dir. Deməli, burada A 1 yox, 7 olduğuna görə B olmalıdır. A deyil. Testimizə baxaq. Növbəti testimiz 18-ci testdir. Standart sözü kimya, mər sözü ilə ifadə olunub. Nadan sözünü hansı sözlə ifadə edə bilərik? Deməli, belə. Standart sözündə, deməli, S bərabərdir K. T bərabərdir I. A bərabərdir M, N bərabərdir Y, D bərabərdir D 5-cidir, A bərabərdir M, R, T də R'dir. Deməli, nadan sözünü tapaq. Nadan hansı sözlə ifadə olunur? Deməli, birinci Y olacaq. Sonuncu hərf A, ikinci hərf A'dır. A da M ilə ifadə olunub, M olacaq. D, burada görə A ilə ifadə olunub, A olacaq. Yine A M ilə ifadə olunub, N də Y ilə ifadə olunub. Deməli, doğru cavabımız C variantıdır. Mən çalışıram ki, sizə fərqli testlər izahını verim. Demək, keçək 20-ci testdə. Mən tələbə oldum sözü zil kaftur sözündən ifadə olunub. Deməli, mən sel, tələbə, kaf, oldum, tur. Bu sözlərlə ifadə olunub. Sən tələbə idin, sən, har, tələbə, kaf, gördük yenə kaf, idin, dim. Mən sel, gördük, burada sellə ifadə olunub. Dərsə, naz, getdim, mer. İndi belə baxırıq. Tələbə hansı söz oldu? Burada, kaf sözü. Deməli, tələbə oldu, kaf. Dərsə burada baxırıq hansı sözlə ifadə olunub. Dərsə, naz sözündən ifadə olunub, gördüyünüz kimi. Naz, burada da getdi. Getdim də mirlə ifadə olunub. Deməli, doğru cavabımız kaf, naz, mir. A variantı. Keçək burada 70-ci suala. Burada nə demək istəyir? Tapaq görək. Şkaf sözü 3-1 yazılıb. Belə baxaq. Məsələn, şkaf sözündə 3 dənə samit, 1 sait var. Birinci tərəfdə 3 dənə samitin neçə samiti varsa o yazılır. İkinci tərəfdə neçə sait varsa o yazılır. İndi yoxlayaq görək düzdür. Ayaqqabı 1, 2, 3, 4. 4 samit, yəni 4 sait və 4 samit var. Dəhliz sözündə baxırıq 1, 2, 3, 4. 4 dənə samit, 2 sait. Burada da tapırıq. Yəni, birinci samitləri qeyd edilir. 1, 2, 3. 3 samit, 2 sait. Deməli, nədir? A variantı. Keçək 78-ci suala. Burada nəyi tapmaq istəyir? Demək, şəms sözü ona bərabərdir. Bunu necə taparıq? Baxaq. Şəms sözündə 1 sait, 3 samit var. Samitin kvadratının üstünə saitin kvadratını gəlir. Cəmi 3-ün kvadratı 9, üzərində də 1-in kvadratı 10. Burada da yoxlayaq görək düzdürmü? Xatım. Xatım sözündə 2 sait, 3 samit var. 3 samit, 3-ün kvadratı 9, 2-nin kvadratı 4, cəmliyi 13. Sonra sözündə 2 sait, 2 samit olduğuna görə 2-nin kvadratı plus 2-nin kvadratı 8. Burada da baxırıq. 1, 2. 2 dənə saitin kvadratı 4, 1, 2, 3, 4. 4 dənə samitin kvadratı 16. 4-ün üstünə 16 gəldik.
Deməli, doğru cavab D variantıdır. Bu testdə fərqli olduğuna görə bunu da izah edək, bunu görməmişəm. Deməli, burada nə demək istəyir? Deməli, o üzərində bir nədir? Yəni, onun qarşılığı, qarşı tərəfdə birinci yerdə duran hansı rəqəm varsa, o onu ifadə edib. Sonra, məsələn, E2 nədir? Yəni, E-nin qarşılığı qarşı tərəfdə ikinci yerdə durandır, yəni 4-dür. İndi biz onları qeyd edək. Məsələn, o birinci yerdə nə durur? 1. E üzərində 2 yazıldığında ikinci yerdə duran 4, onu ifadə edir. Üçüncü yerdə duran nədir? N üstü 3, üçüncü yerdə 3'dür. N 3'dür. 4, R üstü 4. R'in qarşılığı 4-cü yerdə durur, yəni 2'dir. 5, A üstü 5, 5'in qarşılığı 6'dır. 6'dır. C üstü 6, 6-cı yerdə də 5 durur. Yəni C də 5'dir. Deməli, bunu necə tapaq? Deməli, bunun qarşılığını aşağıdakı qarşılığı tapmalıyıq. Deməli, A üstü 1, yəni birinci yerdə duran, birinci yerdə A'nın qarşılığı yazılmalıdır. Burada görürük A'nın qarşılığı nədir? 6'dır. Yazılır 6. Birinci yerdə 6 durur. 2'də, ikinci yerdə P'nin qarşılığı görüb burada tapa bilməyib. Boş saxlayaq P'nin qarşılığını. Sonra 3'də L'dir. L'in qarşılığı 4. 4-cü yerdə durduğuna görə qeyd eləmişik 2'dir. 3'də 4'ə baxırıq. T'nin qarşılığı yoxdur. Yenə boş buraxırıq. 5-ci yerdə L. L'in qarşılığı da yoxdur. Boş buraxırıq. Sonra nə qaldı? 5-ci yerdə boş 6. 6 onun qarşılığı 1'dir. 7 C'nin qarşılığı 5'dir. 8 A'nın qarşılığı qeyd eləmişik 6'dır. Deməli, variantlara baxırıq. Hamısı 6 ilə başlayır, 6 ilə bitir. Deməli, variantları çıxa bilməyəcəyik. Deməli, 6 hamısında 2'dir. Axıra 156. Deməli, bununla D ilə Y getdi, qaldı A, B, C. Burada qaldı A, B, C. İndi bura baxırıq. Necə tapa bilərik? Görürük ki, indi biz bunu necə tapa bilərik? Burada bu sözlə hərflər verilib. Deməli, burada elə rəqəmlər olmalıdır ki, bu rəqəmlərdən fərqli olmalıdır. Niyə? Çünki bunların qarşılığı fərqlidir, fərqli hərflərdir. Deməli, baxırıq nəyə? 2'yə 6, 9, 2, 7, 2. Ya 7 ya 4. Burada baxırıq ki 4 var. Deməli 4 ola bilməz. B də getdi. Sonra qaldı A ilə C'də nə? Sonra baxırıq 6. 6 görürük ki A-nı ifadə edib. 6 ola bilməz. Deməli A da getdi. Burada nə qaldı? C variantı.